Salam olsun hidayətə tabi olanlara. Əziz müsəlmanlar, gözəl dostlar, yenə Qurana əsaslanıb bir söz deyim. Allahımız buyurur ki, yəni öz qazandığınızla, yəni biz özümüz yəni əldə etdiyimizlə sevinməyək. Əlinizə keçənlə sevinir, buyurur ki, qürrələnməyin. Allahın neməti ilə, mərhəməti ilə sevinin və başqalarına danışın. Allahın neməti, yəni Allahın mərhəmətindən danışın başqalarına. Sizə olan mərhəmətindən, nemətindən. Həqiqətən də mən 2-3 gündür nə demək istəyirəm, başıma gələn deyil. Bundan qabaq çəkdiyim videoda həqiqətən çox xoşbaxt idim. Elə xoşbaxtlığımı da elan elədim. Həmişə xoşbaxt oluram, amma bu dəfə elan eləmişdim. Yəni ki, olmaz. Hər dəfə də mən fikir verirəm, kimdənsə tam razı olanda, tərifləyəndə ki, filan kəs belə, elə o dediyim dəqiqədən başlayır o şeyin zahir tutmağa. Yəni ki, Allahımız hər şey axı düz deyir, bizim xeyrimizə deyir. Olmaz. Məsələn, mənim bir qohumum var, bunu da deyim istiyor. Bax, mənim bir qohumum var, həmişə normal bir nastroyeniyada olur. Əsəbi olsa da, nə olsa da bilinmir. Yəni ki, hamı da əsəblarda bilirik. Amma nəyə deyirəm? Məsələn, ona zəng eləyəndə həmişə deyəm, necəsiz? Deyir, şükür Allah. Yəni, heç vaxt demir ki, sən deyirsən, nə fikirmişsən? Tutaq ki, də mən maraqlanırım, onlar da maraqlıdır deyə. Birdən bir-iki dəfə olub soruşmuşam. Deyir, Allah verənlər. Çox gözəl cavablardır, valla, çox xoşum gəlir. Həqiqətən də soruşanda deməzlər, yaxşıyam, əlayam, eləsə də bomba kimi nə verir, şişmə şeylər lazım deyil. Yaxşıyam deyirsən, düzdür ağzınızdan çıxır, bu ev yox. Ancaq elan eləmək, qürrələnmək, yəni ki, ay mən xoşbəxtəm, nə gözəl, olmaz vallahi. Olmaz, adam başını ilə daş düşür ki, 2-3 gündə qalmışam pasteldə. O videodan sonra, çəkəndən sonra, yəni, başımı yerdən qaldıramıram. Mən demirəm ki, mənə gözdəydi. Allah gözdəymə yoxdur. Çünki Allah heç kimin gözü ilə, mənim gözümlə kimisə nastroyeniyasına, həyatına müdaxilə eləməyini icazə verməz. Mənim gözümlə hansısa şua gedən nəsə eləyir, kiməsə bədbəxt eləyir, ya kimsə mənə bədbəxt eləyir. Amma nə var idi mən, bax, nəfsimi var, aura deyirlər, nə deyirlər. Yəni Allahın qoyduğu qayda qanunu tapdalayanda, keçəndə İraq olsun tapdalamaq sözün uyğun gəlmir. Yəni Allah uzaq eləsin, mən elələrinin olum əcək. Çox sevinir, qürrələndik. Qürrələnməmişsinizdə bir növə o fason çıxmışdı. Bundan qabaqçı videoya baxın. Ondan sonra valla 2 gün qalmışam pasteldə. 2-3 gündür. Mən böyük səhv eləyirəm, eləmişəm. Xoşbəxtsən, hər kəs xoşbəxt olur, bəzbəxt olur. Xoşbəxtlik nisbidir. Yəni, insan 5 dəqiqə xoşbəxt ola bilər, 10 dəqiqə verir, başqa cür, ortabaq, yer, dərəcələrlə fərqli ola bilər həyatında. Onu elan eləmək, onunla belə. Mən, sözün düzü, mən o qədər xoşbəxtəm ki, yenə dedim alma. Yəni, o momentdə ki, xoşbəxt oluram, onu o dəqiqə kiməsə deyirəm, yəni, hər an xoşbəxt olsam, mənim danışdığım adamlar hamısına deyirəm, çox xoşbəxtəm, çox xoşbəxtəm. Olmaz amma, valla, Allah buyurur ki, öz əldə etdiyinizlə sevinib qürrələnməyin. Bundan qabaqçı videoya baxanda bilinəcək. Olmaz, valla, Allahın dediyini eləməyəndə adam ziyan çəkir. Sağ olun, hər əlim.